Salam, hər vaxtınız xeyir olsun, gününüz xeyirli uğurlu keçsin. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Mən Gülşən Əşimova. Bugün müsahibə ilə bağlı sizləri düşündürən suallara cavab verəcəm. Ümid edirəm ki, bu izahım hər kəs üçün faydalı bir izah olacaq. Çünki mənə çoxsaylı suallar gəlir. Testi başa vurduqdan sonra müəllimlərimiz elə yazırlar ki, müəllim necə olacaq, necə baş verəcək, müsahibə neçə dəqiqə olur və yaxud müsahibədən kimləri kəsirlər, niyə kəsirlər? Yəni bu tip suallar gəlir. Çalışdım bunlara bir video izahda ümumilikdə cavab vermiş olum. Çalışın ətrafınızda olan sertifikasiyanın müsahibəsinə hazırlaşacaq hər kəsə bu izahı göndərin. Bundan əvvəlki müsahibə ilə bağlı izahımda sizləri təbrik etmişdim ki, nə xoş ki sizlərə testi uğurla başa vurmusunuz və müsahibəyə yollanacaqsınız. Bir daha təbrik edirəm. Hər birinizə bol-bol uğurlar arzulayıram növbəti keşməkeşli mərhələmizdə. Gəlin indi suallar üzərindən işləyək. Birinci belə bir suallar gəlir ki, müəllim, müsahibə neçə dəqiqə olur və yaxud müsahibənin müddəti nə qədərdir? Biz içəridə neçə dəqiqə qalırıq? Yəni belə suallar gəlir. Müsahibənin müddəti 5 dəqiqədən 20 dəqiqəyə kimidir. Yəni 5 dəqiqə və 20 dəqiqə intervalın fikirləşin. Lakin kimsə desə ki, keçən mən müsahibəyə getmişdim, 2-3 dəqiqəmi aldı, bu yanlış olar. Niyə? Çünki adi özünü təqdim etmə elə 2-3 dəqiqəmizi alır. Sadəcə həmin şəxslər yaxşı hazırlaşıblar, hazırlıqlı olublar. Bir növ belə deyim ki, həmin onlar üçün olan müddət 2-3 dəqiqə gəlib. Qeyd etdiyim kimi 5 dəqiqədən 20 dəqiqəyə kimi çəkə bilir bu interval. Hər kəs üçün individualdır. Verilən suallara cavab vermənizdən asılıdır. Danışığınızdan, nitqinizdən, ünsiyyətinizdən, loru dildə desək boş-boş danışıq deyil də dolğun, yəni suala verilən dolğun cavablardan asılıdır sizlərə təyin olunan dəqiqə. Ümumilikdə 5 dəqiqədən 20 dəqiqəyə kimi bir müddəti öz nəzərinizdə tutub müsahibəyə yollanın deyərəm. Sonra növbəti sual. Müsahibədə bal limiti varmı? Bəli, var. Keçid 20 baldır, yəni 20 bal ən aşağı baldır, lakin keçiddir. Amma ən yüksək bal isə 40 baldır. Yəni 40 bal maksimal baldır. 41 yoxdur da, belə fikirləşin. Ən çoxu 40-dır. Minimal isə 20-dir. Allah göstərməsin. 19 toplasaz, 18 toplasaz kəsilmiş sayılırsınız müsahibədən. Qeyd edim ki, bu sertifikasiyanın müsahibəsinə aiddir. MİQIM müsahibəsində bal limiti deyə bir məsələ yoxdur. Orada sadəcə ümumi verilən suallara cavabdan ortalama nəticə çıxardılır. Yəni orada elə bir keçid yoxdur ki, 20 balla keçirsiniz, 30 balla keçirsiniz. Sertifikasiyada da məlum olduğu kimi keçid var. Konkret testdə də keçid var idi da. Testdə keçidimiz nə qədər idi? 30 bal. 30 baldan sonra 29 toplayan müəllim Allah göstərməsin kəsilmiş sayılırdı. Amma 30 bal isə keçid idi. Sonra 50 plus bal bir növ 35% maaş artımı idi. 60 bal isə ən yüksək idi. Yəni ümumilikdə 60 bal testin ən yüksək balıdır. Müsahibənin ən yüksək balı isə 40 baldır. Ümumilikdə bu nə edir? 100 bal. Yəni ortalama 100 bal çıxır da, yəni bal sistemi ilə. Sonra keçək digər bir suala. Bir müdavimimiz, bir müəllimimiz bizə belə bir sual ünvanlayıb ki, müəllim, mən testdən yüksək bal toplamışam, müsahibəyə getməsəm nəzərə alarlarmı? Yəni demək istəyir ki, mənim balım 50 plusdur, 55-56. Mən müsahibəyə getməsəm, mənim o yüksək balıma baxıb məni keçirdərlərmi? Sizcə bu realdırmı? Mən də belə bir sual verirəm. Təbii ki, real deyil. Allah göstərməsin, keçən il 50 plus bal toplayıb müsahibəyə gedə-gedə kəsilənlər olub. Yəni hazırlaşmayıb, deyib ki, mən testdən bu qədər bal toplamışamsa, müsahibə mənim üçün nədir? Yəni bu aspektdən yanaşıb da situasiyaya. Deyib testdən 50 plus toplamışamsa, müsahibədən də toplayaram. Yəni belə düşünüb, bu aspektdən yanaşıb. Beləcə 56 bal toplayan müəllim keçən müsahibədən kəsilib. Yəni də sizlərdən uzaq olsun. İnşallah siz hər biriniz hazırlaşın, uğurlu nəticəniz olsun. Eləcə də bu sualın cavabı budur ki, təbii ki, nəzərə alınmayacaq. Müsahibəyə getməmisinizsə kəsilmiş sayılırsınız. Necə ki, testə getməyəndə kəsilmiş sayılırsınız. Müsahibəyə də getməyəndə kəsilmiş sayılırsınız. Yenə də bir dəfə şans verilir. O şansdan da kəsilsəz, Allah göstərməsin, işinizə xitam verilir. Yəni fikirləşməyin ki, müsahibə mərhələsi elə belə bir mərhələdir. Elə belə bir mərhələ olsaydı, bu niyə olurdu ki, bizim bir növ belə deyim, imtahan prosesimizin içərisində. Deməli, elə belə deyil də. Çoxu biraz elə beləmiş kimi yanaşır. Ona görə keçən il elə gördük ki, 50 plus neçə nəfər kəsilən olmuşdu müsahibədən.
öz balına güvənib gedənlər olmuşdu. Düşünmüşdülər ki, mən savadlı müəlliməm, savadlıyam. Sözümüz yox. Savadlarımız, bir növ deyim, savadımıza, bir növ yanaşmamıza sözümüz yox. Amma müsahibəyə hazırlaşmaq lazımdır. Savadınıza güvənərəkdən sualları bilməyib kör-körənə cavablamağa istinad eləməyin. Sonra növbəti bir sual ünvanladım ki, müəllim, icmal önəmlidirmi? Qeyd edeyim ki, bu icmal sonrakı prosesdir. Yəni hələ siz inşallah ki, hələ dəqiq vaxt bilinmir. Misal üçün mən sizə keçən il nümunə göstərim. Keçən il müəllimlik kəsilən müəllimlərin müsahibəsi daha tez olmuşdu. Bir həftə qabaqcadan məlumat gəlmişdi ki, siz müsahibəyə gedəcəksiniz. Yəni bir həftəyə. Yəni sizə də belə ola bilər ki, bir həftəyə şəxsi səhifənizə məlumat gələ bilər. Yəni bu real hadisədir. Ona görə hazırlıqlı olun. Demirəm günü bu gündən başlayın hazırlığa. Ən azından axtarın, araşdırın, sizə uyğun olan metodu tapın. Kimlə başlamaq istəyirsiniz, kimlə qoşulmaq istəyirsiniz. Bunu müəyyən eləyin ki, sonra müsahibə mərhələsinin vaxtı, tarixi gələndə bir həftəyə siz nəsə əldə eləməyiniz biraz çətin olar. Elə rahat-rahat niyə başlamayasınız ki? İcmalda qeyd etdiyim kimi sonrakı mərhələdir. Niyə? Çünki icmal bizim şəxsi səhifəmizə gəlir, 5 mövzu gəlir. Həmin bu 5 mövzu üzrə icmallarınızı yazırsınız, dərsinizi qurursunuz, mövzuların adı verilir, həmin mövzulara uyğun. Yəni hələ ki bu sonrakı prosesdir. İndidən icmalın loru dedə desək, hay-həşirinə düşməyin. Amma önəmlidir deyə soruşursunuzsa, bəli, önəmlidir. Çünki icmalsız müəllim dərsi hazır olmayan müəllimdir, belə düşünün. Dərsi hazırlıqsız gedən müəllim sizcə müsahibədən keçə bilərmi? Təbii ki, real bir şey deyil. Qeyd etdiyim kimi, amma bu sonrakı prosesdir. Hələ ki, siz indi müsahibəyə öz axarında hazırlaşmalısınız, hazırlıqlı olmalısınız. Yəni, sonra da artıq təbii ki, şəxsi səhifəyə bir həftə qalmış icmallar, mövzular göndəriləndə onlar üzərindən çalışa bilərsiniz. Məsələn, mənim özümün müsahibə dərslərində mən müdavimlərimə icmalın yazılma qaydasını da öyrədirəm ki, yəni hansı formada yazılmalıdır. Ümumilikdə müsahibə qruplarımız, müsahibə dərslərimiz haqqında məlumat əldə etmək istəsəz 055 280 59 24. Bu nömrəyə yaza bilərsiniz. Biz də sizə geniş məlumat təqdim edə bilərik. Sonra keçək digər ən əsas suala. Çoxları ünvanlayır ki, müəllim, müsahibədən kimləri kəsirlər? Belə bir şey deyim, heç kimi kəsmək deyə bir məqsəd, niyyət yoxdur, amma təbii ki, kəsilmə halı da olur. Yəni keçən də müsahibədən nə qədər adam kəsilmişdi, bu il hazırlaşacaqlar, hazırlaşırlar və yaxud bu il artıq onların son şansıdır. Allah göstərməsin, yenə də kəsilmiş olsalar, işlərinə xitam veriləcək normal olaraq. Yəni müsahibə mərhələsində də kəsilmək məsələsi var. Düşünməyin ki, yoxdur. Lakin kimləri kəsirlər? Elə bir situasiya yoxdur ki, kimisə kəsəcəklər, məqsəd kimisə kəsməkdir, doğramaqdır, imtahanına, işinə xitam verməkdir. Xeyr, əstağfurullah. Mən düşünmürəm ki, bizim müəllimlərimizə belə bir haqsızlıq olunsun. Əgər siz hazırlaşmısınızsa, müsahibə üzrə kurikulumdan, pedaqogikadan, psixologiyadan, təkcə müsahibədə kurikulum deyil. Səhv başa düşməyin. Sizə kimsə desə ki, biz sizə sırf kurikulumu keçəcəyik müsahibəyə, siz kurikulumdan hazırlaşacaqsınız, bu artıq sizə yanlış yönləndirmə olar. Allah göstərməsin, nəticənizin uğursuzluğu olar. Dəfələrlə Allah göstərməsin sözünü işlədirəm ki, yəni sizə uğursuzluq mən arzulamıram. İstəyərəm ki, daha da yaxşı nəticəniz olsun. Bir növ pis situasiyanı, pis düşüncəni beynimizdən uzaqlaşdıraq. Burada pedaqogika, psixologiya, kurikulum üzərində hazırlaşmaq lazımdır. Ta danışıqdan, nitqdən, psixoloji situasiyalara, kurikulum üzrə məsələlərə, pedaqogika üzrə yanaşmalara hazır olmalısınız. Müəllim olaraq dərs sisteminin qurulmasına hazır olmalısınız. Fərqi yoxdur, ixtisasından asılı olmayaraq keçən il biz riyaziyyat, bundan başqa Azərbaycan dili ədəbiyyat, bundan başqa digər ixtisasların hər birini müsahibəyə hazırladıq. Yəni ixtisasdan asılı olmayaraq şükürlər olsun, nəticələr də göz önündədir. Instagram səhifəmizdə də var, daxil olub baxa bilərsiniz. Yəni bizim dərslərimiz tamamilə imtahan kontekstində, müsahibə kontekstində gedir. Belə çalışdım hər şeyi sizə aydın şəkildə izah edeyim. Çünki çox saylı bu suallar mənə hər biri ünvanlanırdı. Mən isə cavabsız qoymaq istəmədim. Ümid edirəm ki, bu danışdıqlarımdan sizlər nələrisə mənimsəyə bildiniz. Kanala abunə olun ki, izahlar yerləşdiriləndə görəsiniz. Çalışacağım sizlərə dəstək mahiyyətli izahlarımı kanaldan əsirgəməyim. Xoş olursa bəyənib ətrafınızla da paylaşmağı unutmayın. Sağ olun, salamat qalın. Növbəti izahlarımızda görüşmək ümidi ilə.